Salamlar. Oh, qurban oluram sənə. Deməli, bugün buynuzlarım, oluşum və mən sizi salamladısa əgər, deməli, mən nəsə hazırlayıram bugün. Abşeron tortu hazırlayacağım. Bilənlər, bilməyənlər hamısı otursun, baxsınlar. Ərzaqlardan deyirəm ki, 4 yumurta, 200 qram yumuşalmış, otaq temperaturunda yumuşalmış, deməli, yağ, ərinməmiş. Sonra 2 stəkan şəkər tozu, 2 stəkan un, adi xrustal stəkandan ölçü verirəm. Sonra 1 stəkan da fındıq içi, deməli qovrulmuş fındıq da ola bilər. Mən bugün qovrulmuş fındıq vuracağam. Belə normal fındıq da ola bilər. Amma doğrayın, yəni bütöv yox. Mən doğrayıram. 2 yerə də doğraya bilərsiniz, 4 yerə də doğraya bilərsiniz, 3 yerə də doğraya bilərsiniz. Rəyiniz necə istəyir elə edin. Və bir də qabartma tozu, vanil, o da Allahın əmridir. Artıq deməli ən əsası odur ki, hamısı otaq temperaturunda olsun. Yumurtalar da öncədən çıxarmaq lazımdır, otaq temperaturunda olsun və çox ləzzətli, hazırlanışı da çox rahat, çox asan bir tortdur. İndi hazırlanışını başlayıb çəkməyə. Soyuducudadır. Servis etməmişdən yarım saat, 1 saat öncədən mən çıxarıram ki, otaq temperaturuna düşsün, yumuşalsın və onda ləzzətini daha yaxşı anlamaq olur. Bol ruzu bərəkət arzulayıram sizə. Allah ruzusunu yetirsin və sağlam can yetirsin ki, siz də hazırlayasınız. Sağlam canınızla hazırlayıb ərsəyə gətirə biləsiniz, süfrənizə qoya biləsiniz. Xoşbəxt həyat, sakit, rahat həyat arzulayıram sizə ki, o ruzunu rahat yeyə biləsiniz. Sosial mediada hər şey gəzirlər, hamı gəzir, dolaşır, əylənir. Amma hamının problemi var, inanın mənə. Sadəcə heç kəs o tərəfi göstərmək, paylaşmaq istəmir. İnsanlar qanını qaraltmaq istəmir. Yoxsa hər kəsin həyatında problemi var. Hər kəs həll etməyə çalışır. Sadəcə gülümsəyin. Yəni mən əvvəllər bir problem yaşayanda çox böyük stres alırdım. İnanılmaz streslə qarşılayırdım onu. Çox böyük travmalara girirdim. Amma həyat yavaş yəni öyrədir hər şeyə gülümsəməyi. Mən artıq indi hər şeyə gülümsəməyi öyrənmişəm. Və öyrəndikdən sonra görürəm ki,
Çox sehirli bir şeymiş gülümsəmək. Çünki problemi gülərək qarşılayıb, gülərək yola salanda daha az travma alırsan, daha az stres yaşayırsan və axır həll olur, gedir. Sadəcə, yəni çox ağır keçirəndə o problemi səhhətimizdə onların izi qalır. Ona görə də gülümsəyərək qarşılasaq, çox rahat da yola sala bilirik. Ona görə də sizə də gülümsəməyi arzulayıram. İnanın sizi sevməyənləri də məğlub edir gülümsəməyiniz. Çünki baxırlar, deyirlər ki, necə olur bu, heç yəni hələ də gülür. Gülə-gülə yola verin hər şeyi, yoxsa hər kəsin problemi var, heç bir şey. Yəni sosial mediadakı kimi çox möhtəşəm, qüsursuz deyil yəni. Yeni gələn izləyicilərim var. Nə qədər təşəkkür etsəm, bilmirəm hansı cümlələrlə təşəkkür edəm, elə bilirəm ki, yenə az olar. Çünki onlar tək-tək sayı artdıqca o qədər mənə elə sevinc bəxş edirlər ki, mən o sevinci qarşısında nə cümlə qursam az gəlir mənə. Minnətdarlığımı bildirirəm, Allah razı olsun deyirəm. O qədər mənə sevinc bəxş edirsiniz, o qədər məni sevindirirsiniz, elə motivasiya verirsiniz, elə həvəsləndirirsiniz məni. Və mən sevgini də onunla başa düşürəm. Deyirəm ki, yəqin dürüstlüyümü, səmimiyyətimi görüb, maraqlı gəlib ona ki, bundan sonra görüm nə paylaşacaq. Və elə başa düşürəm mən. Nə bilim, bəlkə də heç elə düşünmürsünüz, mən nə mənalara yüklüyürəm. Amma çox sağ olun deyirəm. Heç peşman olmayacaqsınız. Xoş gəlmisiniz deyirəm. İlk izləyicilərimə buradan hər səfərində, hər dəfə mən təşəkkür edirəm və onu təşəkkürü özümə borc bilirəm. Çünki ilk izləyicilərim mənə çox böyük motivasiya vermişlər. 2-3 cümlə ilə mənə elə motivasiya vermişlər ki, çünki mənim ilk videolarım idi və mən çox həvəsdən düşə bilərdim. Motivasiya verdilər, məni həvəsləndirdilər. Bu günə qədər gəlməyimin bəlkə də səbəbkarı, bəlkə yox, səbəbkarı elə onlardır. Ona görə də buradan onları da bağrıma basıb öpürəm. Təşəkkür edirəm ki, hələ də izləmədə qalıblar. Hələ də motivasiya verirlər, hələ də pozitiv mesaj yazırlar. Allah razı olsun, onlardan izləmədən çıxmayıblar. Çox təşəkkür edirəm. Yeni izləyicilərimi də öpürəm, bağrıma basıram hamınızı. Bu video kimin qarşısına çıxıbsa, bura qədər izlədisə, çox təşəkkür edirəm. İzləməyi almayıbsa da, izləməyi almadan izləyibsə də, bir ora toxunsa, abunə olsa, heç bir əziyyəti yoxdur, pulsuz, parasız. Bir toxunursunuz ora, amma mənim həyatıma çox pozitiv, həyatıma da toxunursunuz o toxunuşla və savaba girirsiniz, inanın, böyük savaba girirsiniz. Bir insanı sevindirmək çox böyük savabdır, inanın mənə. Yəni, abunə olsanız, izləməyi alsanız, çox sevinərəm. Çox, yəni məni əvvəllər mən uzun müddət 7 nəfərlə davam etdim. Mənim deməli izləyici sayım 7 nəfər idi. O 7 nəfərin 3-ü də mənim övladlarım idi. Yəni cəmi başqa izləyicilər olan, yad izləyicilər olan 4 nəfər idi məni izləyən. Məni ətraf, ay sən 4 nəfər üçün, ay sən 3 nəfər üçün, nə bilim 5 nəfər üçün video çəkirsən, ay bu qədər özünə əziyyətə salırsan, ay belə eləyirsən, ay eləyirsən, ha, hi. Mən isə fikir vermədim və o ilk izləyicilərim mənə çox böyük dəstək verdilər. Və mən sustum, dedim ki, nə olar məni izləməyə alın və susturun. Məni ələ salanları, mənə gülənləri susturun. Çox sağ olun. Hal-hazırda bu videonu çəkərkən 367 nəfər izləyicim var mənim. Minnətdaram hamınıza. Öpürəm, hamınızı bağrıma basıram. İzləməyə almayanları da almağını xahiş eləyirəm. Hər həftə video yükləməyə çalışıram. Heç peşman olmayacaqsınız. Oturun, kofenizi, çayınızı qoyun qarşınıza. Hər həftə oturun, boş vaxtınızda izləyin. Pulsuz, parasız, əziyyətsiz, sadəcə bir yəni abunə olan yerə toxunursunuz. Mənim həyatıma da çox gözəl toxunursunuz. Toxunacaqsınız onunla. Hamınızı öpürəm, bağrıma basıram. Sağlam can, xoşbəxt həyat. Gözəl günlər arzulayıram. Bol ruzi, bərəkətli, sakit, mehriban, gözəl günlər arzulayıram. Hamınızı çox sevirəm.